Salam, mən Murad. Zehinpod olaraq bugün yenə sizinləyik. Mən də Leyla. Hər vaxtınız xeyir. Bugün deməli fəlsəfənin böyük adlarından birinə, Immanuel Kanta baş vururuq. Əlimizdəki mənbədə onun çox vacib bir əsəri, Praktik Zəkanın tənqidi. Bəli, Türkiyə Fəlsəfə Qurumunun tərcüməsi əsasında danışacağıq. Zehinpod olaraq məqsədimiz də bu cür əsərlərdən əsas fikirləri çıxarıb sizinlə bölüşməkdir. Tam olaraq. Kant deyəndə ağla çox şey gəlir. Amma bu kitab xüsusilə əxlaq, iradə, azadlıq kimi məsələlərə fokuslanır. Yəni zəkamızın o praktik tərəfi necə işləyir? Elədir və çox aktual bir sual əslində. Gündəlik qərarlarımızda nəyin doğru, nəyin yanlış olduğuna qərar verərkən zəkamızın rolu nədir? Kant bu barədə çox dərin düşüncələr irəli sürüb. Bəzən hətta çaşdırıcı da ola bilir. Amma gəlin başdan başlayaq. Kant fəlsəfədə, xüsusən də əxlaq fəlsəfəsində bir dönüş nöqtəsi hesab olunur, elə deyilmi? Əlbəttə. Və bu əsər praktik zəkanın tənqidi onun əxlaq sisteminin, necə deyim, təməl daşıdır. Başlamazdan əvvəl onu da deyim ki, Kantın dili, terminologiyası bəzən çətin ola bilir, tərcümədə də bu özünü göstərir. Amma biz əsas ideyaları sadələşdirməyə çalışacağıq. Lap yaxşı. Elə isə ilk fundamental ayrımdan başlayaq. Kant nəzəri zəka ilə praktik zəkanı ayırır. Bunların fərqi nədir tam olaraq? Baxın, çox sadə desək, nəzəri zəka bizim dünyanı anlamaq üçün istifadə etdiyimiz zəkadır. Yəni, nə var, nə baş verir suallarına cavab axtarır. Elm məsələn nəzəri zəkanın işidir. Praktik zəka isə tam fərqli işlə məşğuldur. O, nə etməliyik, necə hərəkət etməliyik sualları ilə bağlıdır. Yəni, iradəmizi nəyin idarə etməli olduğunu müəyyənləşdirir. Bizim istəklərimiz, arzularımız, hərəkətlərimiz, bax bunlar praktik zəkanın sahəsidir. Bu da çox önəmli bir ayrımdır. Maksim, sizin özünüz üçün qoyduğunuz subyektiv hərəkət qaydasıdır. Yəni, şəxsi prinsipiniz. Məsələn, deyə bilərsiniz ki, mən borc pul istəyəndə qaytara bilməyəcəyimi bilsəm belə qaytaracağımı söz verəcəyəm. Bu bir maksimdir. Yəni mənim öz qaydam. Bəli, sizin şəxsi qaydanız. Amma Kant soruşur, bu maksim əxlaqi ola bilərmi? Əxlaqili isə subyektiv maksimlərdən yox, obyektiv qanunlardan gəlməlidir. Qanun dedikdə isə o, hamı üçün keçərli olan zəruri qaydaları, yəni imperativləri nəzərdə tutur. İmperativ? Yəni əmr kimi bir şey. Düzdür, əmr. Və Kant iki cür imperativ ayırır. Birincisi hipotetik imperativ. Bu şərtlidir. Əgər filan məqsədə çatmaq istəyirsənsə, filan şeyi etməlisən. Məsələn, əgər sağlam olmaq istəyirsənsə, idmanla məşğul olmalısan. Burada əmr şərtə bağlıdır. Aydındır. Bəs ikincisi? İkincisi və Kant üçün əxlaqın əsası olan kateqorik imperativdir. Bu şərtsizdir. Heç bir məqsədə, arzuya, nəticəyə bağlı deyil. Sadəcə bunu etməlisən, deyir. Özü özlüyündə bir məqsəddir. Çünki əxlaq bunu tələb edir. Bax, bu kateqorik imperativ Kantın fəlsəfəsinin ürəyi sayılır, elə deyilmi? Onun məşhur o universal qanun formulası var. Onu necə başa düşməliyik? Elə hərəkət et ki, sənin hərəkətinin maksimumu eyni zamanda ümumi bir qanun olaraq istənilə bilsin. Bu, praktikada nə anlama gəlir? Çox güclü bir ölçüdə əslində. Kant deyir ki, hər hansı bir hərəkəti etməzdən əvvəl özündən soruş. Əgər mənim bu hərəkətimin əsaslandığı qayda, maksim, hamı üçün keçərli bir qanun olsaydı, yəni hər kəs eyni vəziyyətdə mənim kimi davransaydı, bu məntiqli, yaşana bilən bir dünya olardımı? Mən həqiqətən belə bir dünyanın olmasını istəyərdimmi? Maraqlı testdir. Bir nümunə verə bilərsiniz? Əlbəttə. Məsələn, bayaqki yalan vəd vermək maksimini götürək. Əgər hər kəs çətinə düşəndə yalan vəd versəydi, bir müddət sonra vəd vermək anlayışının özü məhv olardı. Heç kimin sözünə inanmazdı, düzdürmü? Mənasızlaşardı. Deməli, bu maksimum universal qanun ola bilməz, onun ümumiləşdirilməsi özünü məhv edir. Ona görə də bu əxlaqi bir hərəkət deyil. Kant üçün əsas məsələ hərəkətin nəticəsi deyil, yalanın sənə müvəqqəti fayda verməsi kimi, qaydanın özünün məntiqi olaraq hamı üçün keçərli olub olmamasıdır. Buna görə də məsələn, xoşbəxtlik axtarışı kimi hisslər əxlaqın təməli ola bilməz. Niyə ki?
Hamı xoşbəxt olmaq istəyir axı. İstəyir, amma hər kəsin xoşbəxtlik anlayışı fərqlidir, subyektivdir. Mənim xoşbəxtliyim sənin xoşbəxtliyinlə toqquşa bilər. Ona görə də xoşbəxtlik prinsipi universal, obyektiv bir əxlaq qanunu ola bilməz. Kant üçün əxlaq qanunu sırf formal olmalıdır. Yəni məzmundan nəticə hiss deyil, formadan, universallıq irəli gəlməlidir. Çox sərt amma məntiqli yanaşmadır. Amma burada bir sual yaranır məndə. Əgər biz bu qədər ciddi bir əxlaq qanununa tabi olmalıyıqsa, bu bizim azadlığımızı əlimizdən almırmı? Adətən qanunlar məhdudiyyət kimi başa düşülür. Bax, bu Kant fəlsəfəsinin bəlkə də ən heyrətləndirici nöqtələrindən biridir. O məsələyə tam tərsindən baxır. Deyir ki, əsl azadlıq heç də canım nə istədi edirəm demək deyil. Bu əslində bizim meyllərimizin, arzularımızın, hətta təbiətin qanunlarının köləsi olmaqdır. Necə yəni? Kant üçün həqiqi azadlıq, yəni transendental azadlıq, bizim öz zəkamızla qoyduğumuz universal əxlaq qanununa şuurlu şəkildə tabi ola bilmək qabiliyyətimizdir. Yəni, sən xarici təzyiqlərdən və daxili impulslardan azad olub, sırf bu doğrudur deyə əxlaq qanununa uyğun hərəkət edə bilirsənsə, bax, əsl azadlıq budur. Deməli, qanuna tabi olmaq əslində azad olmaqdır. Çox paradoksal səslənir. Bəli, ilk baxışda elədir. Amma Kant deyir ki, biz özümüzdəki o əxlaq qanununun fərqinə varanda mən bunu etməliyəm. Eyni zamanda öz azadlığımızın da fərqinə varırıq. Çünki etməliyəm deyə bilmək üçün prinsip etibarilə onu edə bilmə imkanına, yəni azadlığa sahib olmalısan. Beləliklə, əxlaq qanunu bizim azadlığımızı bilməyimizin yoludur. Ratio cognoscendi. Azadlıqsa əxlaq qanununun var olmasının səbəbidir. Ratio essendi. Onlar bir-birini tamamlayır. Çox dərin əlaqədir. Bu bizi növbəti vacib anlayışa gətirir. Vəzifə. Kant niyə deyir ki, bir hərəkətin sadəcə vəzifəyə uyğun olması kifayət deyil, mütləq vəzifədən dolayı edilməlidir? Bu da əxlaqı dəyərləndirmək üçün çox kritik bir fərqdir. Təsəvvür edin ki, bir dükançı uşağa qalan pulu düz qaytarır. Bu, vəzifəyə uyğun hərəkətdir. Amma niyə belə edir? Ola bilsin müştəriləri itirməkdən qorxur, ya da sadəcə belə öyrənib. Yəni öz mənfəəti üçün. Dəyəri yoxdur. Hərəkət o zaman əxlaqi dəyər qazanır ki, sən onu yalnız və yalnız bunun doğru olduğuna, bunun sənin vəzifən olduğuna inandığın üçün, yəni sırf əxlaq qanununa hörmətdən irəli gələrək edirsən. Başqa heç bir motiv, nə qorxu, nə mənfəət, nə də hətta simpatiya hissi olmamalıdır. Bəs bu hörmət nədir? Adi hörmət hissi kimi. Xeyr, Kant buna Achtung deyir və vurğulayır ki, bu adi bir his, bir meyil deyil. Bu zəkanın öz qoyduğu əxlaq qanunu qarşısında duyduğu xüsusi, intellektual bir ehtiramdır. Sanki zəka öz əzəmətini dərk edir bu qanun vasitəsilə. Hətta bu hörmət hissi bizim egoist meyillərimizi, özümüzə sevgimizi sındıra bilir. Çox maraqlıdır. Deməli, əxlaqın kökündə bu cür rasional bir hörmət dayanır. Yaxşı, əgər bütün sistem bu qədər möhkəm şəkildə zəkaya, məntiqə əsaslanırsa, bəs niyə Kant sonda Allah, azadlıq, bunu qismən izah etdik və ruhun ölümsüzlüyü kimi, necə deyim, sübutu çətin olan şeyləri postulat kimi irəli sürür? Bu, əvvəlki məntiqlə biraz ziddiyyətli görünmür. Əla sualdır və çox vaxt yanlış anlaşılmalara səbəb olur. Kant qətiyyən demir ki, biz Allahın varlığını və ya ruhun ölümsüzlüyünü nəzəri zəka ilə, yəni elmi yolla sübut edə bilərik. Əksinə, xalis zəkanın tənqidində bunun mümkün olmadığını göstərmişdi. Bəs niyə praktik zəka üçün bunlar lazımdır? Çünki praktik zəka, yəni əxlaq, bizdən yalnız doğru olanı etməyi deyil, həm də ən yüksək yaxşılığa, summum bonum, can atmağı tələb edir. Ən yüksək yaxşılıq nədir? Bu, həm tam əxlaqi kamilliyə, ərdəmə çatmaq, həm də bu ərdəmə layiq şəkildə xoşbəxt olmaqdır. Yəni, həm yaxşı insan olmaq, həm də xoşbəxt. Bəli, bu ikisinin birliyi, amma biz ətrafımıza baxanda görürük ki, bu dünyada ərdəmli insanlar həmişə xoşbəxt olmur, bəzən əksinə olur. Kant deyir ki, əgər əxlaq qanunu bizdən bu ən yüksək yaxşılığa can atmağı tələb edirsə, deməli bu idealın ən azından mümkün olduğuna inanmaq üçün rasional bir əsasımız olmalıdır. Hə, yoxsa əxlaqın tələbi mənasız olardı.
Tam olaraq bu mümkünlüyü təmin etmək üçün də Kant praktik zəkanın zəruri fərziyyələri, yəni postulatları olaraq bunları irəli sürür. 1. Azadlıq, onsuz da əxlaqın təməl şərtidir, bunu danışdıq. Əgər azad deyiliksə, etməliyəm deməyin mənası yoxdur. 2. Ruhun ölümsüzlüyü, çünki bu həyatda tam əxlaqi kamilliyə çatmaq mümkün deyil, deməli bu kamilliyə sonsuz yaxınlaşma imkanı üçün ruhun ölümsüz olduğunu fərz etməliyik. 3. Allahın varlığı. Çünki ərdəmlə xoşbəxtliyin tam uyğunluğunu təmin edəcək, yəni ədalətli şəkildə ərdəmi xoşbəxtliklə mükafatlandıracaq bir qüvvənin olduğunu fərz etməliyik ki, ən yüksək yaxşılıq idealı mənasız olmasın. Deməli, bunlar əxlaqın sübutu deyil. Əxlaqın özünün məntiqli və mənalı olması üçün zəruri sayılan fərziyyələrdir. Bəli, bunlar inanc məsələləridir, amma Kant üçün bunlar kör-körənə inanc deyil, rasional zərurətdən doğan praktik fərziyyələrdir. Əxlaq bunlara əsaslanmır, əksinə əxlaq bizi bunlara aparıb çıxarır. Çox aydın oldu. Beləliklə, Kant əslində zəkanın təkcə dünyanı dərk etmək üçün bir alət olmadığını, həm də necə yaşamalı olduğumuz, nəyin doğru, nəyin yanlış olduğunu müəyyən etmək üçün fundamental bir bələdçi olduğunu göstərir. Düzdür. Kategorik imperativ, vəzifə anlayışı, qanuna hörmət, azadlıqla əxlaqın əlaqəsi, bunlar hamısı zəkanın praktik istifadəsinin, yəni əxlaqi düşüncənin əsas elementləridir Kant üçün. O, bizi öz vicdanımızın səsinə qulaq asmağa və hərəkətlərimizi fərdi maraqlardan çox hamı üçün keçərli ola biləcək universal prinsiplərə əsaslandırmağa çağırır. Həqiqətən də, üzərində düşünməyə dəyər fikirlərdir. Bu söhbətin sonunda dinləyicilərimiz üçün kiçik bir düşüncə tapşırığı buraxaq bəlkə. Əlbəttə. Baxın, Kantın o məşhur testini, mənim bu hərəkətimin arxasındakı prinsipin, maksimin, hamı üçün keçərli bir qanun olmasını həqiqətən istəyərdimmi? Gündəlik həyatınızdakı seçimlərə, hətta çox kiçik görünən qərarlara tətbiq etsəniz, görün nəticə necə olacaq. Məsələn, növbəni pozmaq, kiçik bir yalan danışmaq, verilən sözü tutmamaq. Bu yanaşma sizin qərarlarınızı necə dəyişdirərdi? Maraqlı bir sınaq olardı həqiqətən. Ümid edirik ki, Kantın bu mürəkkəb, amma çox dəyərli fəlsəfəsinə etdiyimiz bu kiçik səyahət sizin üçün faydalı və düşündürücü oldu. Əgər bu təhlil xoşunuza gəldisə və bu cür dərin müzakirələrin davamını istəyirsinizsə, Zehin Pod kanalımıza abunə olmağı və bu bölümü bəyənməyi unutmayın. Həqiqətən, sizin dəstəyiniz bizim üçün çox önəmlidir. Növbəti dərin təhlillərdə görüşənədək.